Tico'nun narxında sizlərə Matiz avtomobilini obzor etib verəmiz. Hörmətli abunəçilərimiz, 2005-ci ildə işləb çıxarılan yenə ən qızıqlı yerinə qaranglar. Motoru hələ yakında remontdan çıxıb durdu. Motor, ходовой korobka sistemasında umuman rasxotu yox. Maşinimiz indi mədəşüdə kraskaları polibon boladı. Lakin maşinimizdə əsasisi əldə keyini bütün udar bulmağa. Maşinimiz salonlarına gələn olsaq, Polix variantda aynaları knopka boladı. Görüntüsü apşifkələrin qaraytırılğan. Polikdə taşılan çikollu stamka qılınğan rullarım gidrolikə. Bu signalını görüntüsü laxı. Maşinimiz 138.000 km yürüyen. Maytafolar kamerası işlət tutdu. Korobkalar çotki, barlar var. Maşinimize metan gazlar stamka qılınğan, metanların sroklarım var. Həmə dokumentik poложение taxtırdı. Maşinin lekin narxam arzan. En qızıqlı yerin narxındakı biləsilər ki, arka farlarım qaraytılğan. Maşinimizdə laminatla basılğan. Maşinimizin narxını sizlərə Cem Avtozavdadan 18 milyon soma qoyub verəmən. Nə deyildi hörmətli abunəçilərimiz? Alıb taksi-paksığa bassanızla 18 milyon soma sizlərə yitirdik 2005-ci il Matizini vermirlər. Cem Avtozavda sizlər üçün imkaniyyətini tapıb verədi. Telefon nömrələ 90'lık 135 22 32 bu videonu arzan Matiz ilə bilən danışmışlar qoyubsa. Bir mal gəlib xarid qılış lazım mümkün. Bizə əməkdaşlarımız Ürgənc Xiva yol üstündə.